Tələbələr üçün vaxt idarəsi, dərs və iş balansı. Bu üçbucağın adı CTR-dır. Bu iqtisadi bir termindir. Cost, Time and Resources adlanır da. Bu üçbucağın hansısa bir tərəfini böyüdüb ya kiçildəndə digər tərəflərə mütləq şəkildə təsir eləyir. Cost maliyyədir, time vaxtdır, resurs da ki zaten bilirik də. Baxın, siz əgər maliyyəni artırırsınızsa, demək ki, sizin vaxtınız daralır. Maliyyəni qısaldırırsınızsa, vaxt böyüyür, resurs həmçinin. Vaxt bərabərdir pul. Yəni bunu artıq mütləq şəkildə anlamalıyıq. Elə bir dövrə gəlib çatmışıq ki, yəqin ki, məni izləyən hər bir adam, yəni beynin müəyyən dərinliyində bu fikrin təsdiqləyəcək. Hamı düşünür ki, 24 saat artıq bir sutq olaraq bizə bəs eləmir. Çünki artıq sənaye inqilabı elə bir nöqtəyə gəlib çatıb ki, süni intellekt, sosial şəbəkələr, shortslar, reelslər, qısa videolar, trendlər. Həqiqətən səhər başlayandan sonra biz mobil telefona əgər əlimizə götürdüksə bir neçə saniyəlik nəyəsə baxmağa, nəyəsə izləməyə, bir də baxırıq ki, artıq bir neçə dəqiqəmizi itirmişik. Və bu dəqiqə əslində itirdiyimiz vaxt əslində bizim pulumuzdur. Biz həmin o müddəti daha dəyərli bir şeylərə sərf eləyə bilərdik və bunu pula çevirə bilərdik. Ona görə də tələbələrə də tövsiyəm odur ki, bu şəxsi həyat və iş həyatı həmçinin dərs. Bu üçbucaq ilə tənzimləməlidir ki, biri digərinə, tərəflərin birinin digərinə mane olmamalı. Yəni birini artırdım, şəxsi həyata vaxtı çox ayırdım, ya dərsə, ya da ki, iş həyatına vaxtım azalacaq, təsir olacaq bu və bu artıq birmənalı şəkildə sonuçda hara gəlib təsir eləyir pula.